Sabunçu bit bazarı ən çox soruşulan yerlərdən biridir. Kanalımıza xoş gəlmişsiniz. Bugünlərim sizə 11 yanvar tarixində bit bazarı haqqında məlumat verəcəm və videoları izlərkən bizə dəstək olmanızı xahiş edirəm. Kanalımıza abunə ola bilərsiniz, videonu bəyənərək bizə dəstək ola bilərsiniz. 11 yanvar tarixində bu illərim gəlmişik Sabunçuya bit bazarına. Bəziləri bit bazarı deyir, bəziləri Rus bazarı deyir. Bazarda belə bir böyük mağaza var. Bura Muzey Baku mağazası. İstəyirəm buradan başlayım bugünlərim. Bu mağaza Sabunçu bit bazarında yerləşir. Sabunçu Rus bazarında deyirlər, hansı ki orada yerləşir. Lap aşağıda Bravo ilə üzbözdə yerləşir. Dəmirov ağızlarına ilə üzbözdə. Burada elə şeylər var, elə məhsullar var, həqiqətən şok olacaqsınız. Baxın, Germaniyadan gələn bu cür qədimi oyuncaqlar, hətta qutusu belə açılmamış. Sonra burada adikolonlar var, hansı ki 70-80-ci illərin adikolonları. Osmanlı dövrünə aid olan pullar, kuku saatları deyirlər, kukuşka saatları deyirlər, onlardan keçmiş qədimi saatlar, Osmanlı dövrünə aid olan pullar, Osmanlı dövrünə aid olan sənədlər, möhürlər və qazetlər. Burada nələr yoxdur ki, elə maraqlı şeylər var bu mağazada həqiqətən. Yəni Sabunçu bazarına gəlsiniz, əgər mütləq bu mağazaya dəyməyinizi məsləhət bildirəm. Düzdür, bax qiymətlər haqqında soruşacaqsınız. Burada hər qiymətə məhsul var. Yəni bu demək deyil ki, bit bazarında burada hər şey 1 manat, 2 manat olmalı. Elə deyil. Burada samavarlardan başlayalım. Məsəl üçün samavar var, burada 50 manatlı samavar var, burada məsəl üçün 1000 manatlı, 1500 manat, hətta bazarda 2500 manata satılan samavarlar da var. Yəni təbii ki, hər məhsulun siz mənə yaxşı bilərsiniz, özünün öz qiyməti olur. Təsbehlər var, qədimi təsbehlər, qədimi oyuncaqlar var, hansı ki heç bir yerdə görmədiyiniz məhsulları gəlib buradan əldə edə bilərsiniz. Və buranın saat səsləri adamı bəs eləyir. Boks əlcəkləri keçmiş boks əlcəklər, yəni indiki bu boks əlcəklər deyil. Bu cür təsbehlərə baxın, çox gözəl təsbehlərdir, həqiqətən də qədimi işlənmiş təsbehlərdir. Saz da keçmiş sazdır. Sabunçu bazar haqqında videolarımız səhifəmizdə var. Keçib buradan izləyə bilərsiniz. Möhtəşəm videoları qaçırmamaq üçün bir daha xatırladım ki, kanalımıza abunə olmaq və videonu bəyənməyi unutmayın. Ki biz mütəmadi olaraq paylaşımlar edirik. Hansı mağazada endirim var, hansı mağazada nə kampanyalar baş verir. Bir gün, 2 gün qabaqcadan paylaşım edirik. Bu barədə siz də məlumatlı olasınız. Baxın, keçmişin Sovetin kəmərlərinə görürsünüz. İndi yox da bunlara tək-tükdür, özü də bahalı yer gəlmiş ki, onu da deyim. Çünki qədimi məhsullardır, qədimi saatlardır, baxın, qədimi telefonlardır, keçmişin pullarıdır. Burada da var, hansıydı ayırlar, bax bu dəniz köpüyündən düzələn müştük. Açıq deyim, birinci dəfə deyirəm, mağaza sahibi deyir ki, bu dəniz köpüyündən düzəlib. Yəni möhtəşəm bir şeydir, bir sözlə. Keçmiş antikvar şeylər burada həddindən artıq çoxdur. Yəni bir sözlə uzun-uzadı danışmaq istəmirəm. Bu mağazada antik şeylər çoxdur. Yenə deyirəm, 70-ci, 80-ci illər, hətta 1850-ci illərə məxsus olan pullar, sənədlər, qazetlər, Osmanlı dövrünə aid olan sənədləri gəlib buradan əldə edə bilərsiniz. Möhtəşəm şeylər var. Onu da çaylı ki.